şirin yuxu gəlirdi. Bir də susuzluq var idi məndə. Mənə çatmırdı ki, məndə necə oldu da bu, mən bu vaxta qədər belə olmuyor məndə, birdən-birə belə oldu. Və müvazinətimi itirdim, yıxıldım yerə. Gözümü yumdum, fikirləşəm ki, ürəyimdə fikir ki, mən də şəhid oluram. Bundan mənası yoxdur da, yəni ən uca məqamda zirvədir. Amma qismət olmadı o şəhidlik mənə. Şəxsiyyət dərhal mənə ilkin tibbi yardım göstərdi öz şəxsiyyətə. Və məni oradan dərhal uzaqlaşdırdılar. Bir neçə müddət sonra bildim ki, mənə snayperlə vurublar orada. Mənim başımda 3 dəfə əməliyyat icra olunub, tibbi əməliyyat. Deməli, bu əməliyyat nəticəsində birinci dəfə mənim sümük deformasiyası vardı, onu götürdülər. Titanla əvəz elədilər başıma. Amma o gülləni 3 dəfə əməliyyat olmağa baxmayaraq çıxarmam mümkün olmadı. Çünki beyin altındadır burada, sağ gözümün də arxasındadır. Yəni onu götürmək qeyri-mümkündür. Həyatla ölüm arasında 50-nin 50-yə şans var qalmaq. 5 ildir ömür yoldaşıyıq da, Güllə ilə bir yaşayırıq.